Tez-tez qarşımıza İsveç markalarının saatları çıxır. Amma çox ucuz qiymətə, baxırsan ki, bahalı brendlərdir, amma qiyməti 500-600, bəlkə də biraz daha ucuz qiymətə olur. Ona replika da deyirlər, A-klass da deyirlər, bilmirəm, başqa adlar da verirlər, amma bu saatlar orijinal deyil. Bu həmin saatların kopyalarıdır, sürətləridir, yəni saxta versiyalardır. Mən belə saatları taxmağı, almağı məsləhət görmürəm. Əgər sizin həyat tərziniz, geyiminiz həmin orijinal saatın səviyyəsinə uyğun deyilsə, deməli hamı anlayacaq ki, sizin qolunuzdakı saat saxtadır. Bu da heç yaxşı faktor deyil. Əslində bunu bilən insanlar sizə hörməti aşağı olacaq ki, saxta saat taxırsınız. Ən yaxşısı həmin ona saxtaya verdiyiniz pulu gedin orijinal saat alın. Bəlkə daha aşağı sinifdə yenə də İsveçrə saatları var, daha aşağı qiymətə satılır və yaxud da ki, hər hansı bir başqa markadan, müxtəlif markalar var, onlardan sizin həyat tərzinizə uyğun olan saatları ala bilərsiniz. Ən yaxşısı isə smart saatlara keçin. Smart saat həm sizin müasir olduğunuzu göstərəcək. Samsung Watch, Apple Watch, onları işləmişin də ucuz qiymətə almaq mümkündür. Ola bilsin ki, çox zəngin bir insan, hansı ki, çox bahalı maşın sürür, çox bahalı geyim geyinir, o həmin saxta saatın çox yaxşı bir kopyasını taxırsa, bəzən elə bir kopyalar olur ki, heç orijinaldan fərqlənmir. Onda heç kimin ağlına gəlməyəcək ki, belə bir adam saxta saat taxa bilər. Amma ona da məsləhət deyil. Əgər pulun varsa, get xəricdə yaxşı bir saat al. Bəs siz hansı saat taxırsınız?